Salam hörmətli izləyicilər, axşamınız xeyir olsun. Mart ayının 19-da Ordubad rayonunun TV kəndindən görüntülərimiz. Yenə həmişəki vaxtda inəkləri suya aparacam. Həm ticarət, həm ziyarət olacaq. Hava da buludlaşıb. Yağıntılı hava proqnozlaşdırıblar. Bu il bir başqa yazdı. Gəlin düşün yola. Gəl, xoş dindim belə eləyir, bax. İnək neynəsin? Boynun boğazın sürtür divara ki, biti birəsi tökülsün. Neçə dəfə də qaşı ulamışıq. Ayhan da hərdən qaşı uluyurdu. Bit var idi. Qılınç deyə boynuz elə bil. Bir boynuzu vurub sındırıb inəklər. O biri boynuzun divara elə çaxdı ki, izi qaldı. Oh! Düş yola. O qədər inisiyyətli olmuşuq ki, inəklər də başa düşür. İşləri planlaşdırırdıq ki, bayrama qədər xeyli iş görəcəyik. Yer şumlayacağıq. Çərşənbə bir yandan, at yarışması bir yandan. Bu heç nə eləyəmədi. Şövqü də yalandan cızmaqara elədi həyəti. Eləcə qaldı. Maşın burada paslandı. Mən gedirəm, inəklər də gedir. Dayanıram, ayaq saxlayıb məni gözləyirlər. İlaxır çərşənbə günü o zirvədən idi görüntülərimiz. Başıma elə əhvalat gəldi ki. Birinci videonu çəkdim, paylaşdım. İzləyicilərin bir qismi yəqin ki, onu elə həmin gün gördülər. Sonra planlaşdırmışdım ki, onu 8-20 dəqiqə çəkim. İnternet paylaşmağa o qədər imkan verirdi. Elə 20 dəqiqəyə çatmışdım ki, at üstündə üzərindən əli bu yandan çıxdılar aşağıdan. Hava da qaralırdı. Mən də sevindim. Bucaqlarında çırpı, torbada benzin, partlayıcı maddə, ruh tuzu deyirlər, deyəsən Türkiyədən gəlir o. Asırlar futulkuya, biraz da alüminium folqa. Qapağın kip bağlayırlar. Reaksiya gedir, partlayır. Nəsə çırpıları qoydular yerə, üstünə benzin töküb alışdırdılar. 8-10 dəqiqədə elə videomuz davam elədi. Mən də internetin imkan verdiyi qədər yüklədim, sonra Wi-Fi ilə yükləməyə davam elədik. Gecə yarı oyandım ki, video gedib. YouTube videonu silib, mənə də xəbərdarlıq eləyib kanalımıza ki, bəzi uşaqların odunla belə davrandığına görə xəbərdarlıq eləyirik səni, təlimdən keçməlisən, video paylaşıb canlı yayın aça bilərsən, 90 gün müddətində keçərlidir bu. Əgər bir də belə hal olsa, töhmət veriləcək, bir dəfə də xəbərdarlığımız olub, hələ onun da 90 günü geçməyib, 3 dənə xəbərdarlıq, töhmət, sınırlamalar kanalın bağlanmasına qədər aparıb çıxada bilər. Nəsə həmin yeri kəsdim. 18-20 dəqiqəni paylaşdıq. Sonra hələ problem olmayıb. Təlimdən də geçmişəm. 7 dənə sual verdilər. Onları cavablandırmışam, göndərmişəm Google ekibinə.
Sonra deyə bilməyəcəm ki, bilmirdim belə kontekstdə video paylaşmışam. İmzalamışam öz əlimlə ki, xəbərdaram sizin siyasətdən, politikadan. Bir dəfə də belə hadisə olmuşdu. Yeni il axşamı canlı yayında Ayxanın təbrikin izləyicilər izləmişdi. Hemen videonu dayandırdılar. 90 gün müddətində heç canlı yayın da açılmadım. O çox sərt imiş. Uşaqları qorumaq üçün, uşaqları təhlükəli yanıcı maddələrdən qorumaq üçün, bir də heyvanlara qarşı şiddətdən ötürü Google'un siyasətləri var. Bəlkə başqa kontekstdə də elə videolar paylaşılsa yenə də xəbərdarlıq eləyərlər. Ehtiyatlı olmalıyıq. Ona görə dünən yarışma günündə çox video çəkə bilmədim. Əsasən də musiqililəri ki, bir də ondan yana xəbərdarlıq alsam, kanal getdi işinə. $5700-5800 videomuz var kanalda. 10-11 illik yaşantımız, fəaliyyətimiz var. Heyfdir. Onların hamısı çöpə getməsin. Yarışma videolarımızı kimler izledi? 15-16 videoydu. 3 dəqiqə, 5 dəqiqə, 10-15. Çok maraqlıydı bu il. Bir qədər anlaşılmazlıq var idi onda. İdeal etməsilikdən irəli gəlir. Əvvəldən komissiya yaranmalıdır, planlaşdırılmalıdır ki, necə eləyək ki, insanlar narazı qalmasınlar. Onlar gələcəyin işidir. Yarışma əvvəl heç belə olmamışdı. İldən təkmilləşir, bəzən əvvəlki illərdən də pis olur. Ancaq cəmaatda maraq var. Əsasən də ətraf şəhərlərdən, Muxtar Respublikanın digər rayonlarından. Aşağıda arxın kənarında bir ovçu pişik görürəm. Güdür çoşkosun içindən sıçandı, kəsəyəndir, çıxdısa həmən başın üstünü kəstirir. Yarış qabağı 2 at tələf oldu. Pənahın atı keçən dəfə videosunu çəkmişdim. Bir o, yarış gününün axşamı da Rəhimov Faiqin super atı gəlib. Tövlədə sərzəm olub, sakat olub, nədirsə səhər gidiblər ki, tövlədə ölüb. Heç yaxşı xəbər deyil. Ancaq o atı yarışmada görməyənlər bilsinlər ki, artıq o at yoxdur. Onun da yarışmalarda nə qədər tutduğu yerlər var. İkincilik, üçüncülük. Bəlkə birincilik də var. Mən bilmirəmsə bilənlər düzəltsin. Hadi evde olsun, yağmasa başlayaq yavaş-yavaş. Bir daha Allah'a olmasın, qatak başlayaq. Yaxşı. Şövqü deyir ki, sabah yer şumlayaq. İmkan olsa sabah bağımızdan biraz şumlayarıq, ancaq yağış yağacaq.
Heyvanlar bölük gəlir. Faiqin heyvanları getdi. Bu kesilir deyəsən pənah girin. Heyvanlar balalayıb tövlədə yeri yoxdur. Bəziləri kesilir bu biri məhəlləyə, Fəxriyin tövləsinə. Gəlin get. Gəlin, gəl. Məni görüblər getmir. Hə. Xıx. Azman gəlməmiş sədası gəlir. Yazıq zınqırovan ancaq dolandırar. Bizim bağımızda başqa aləmdir də. Quşlar nədənsə bizim bağı sevirlər. Gəlib hərdən burada cəhcəh vururlar. Səslərini kəsdilər, indi oxuyacaqlar. Peyni qışda quppa tökürdüm, sonra dağıtmaq çətinlik yaradırdı. İndi arabada gətirib biraz dağınıq tökürəm ki, yaba ilə biraz ditdələdin, hazırdır. İndi şövqünü gözləyirik ki, gəlsin buranı şumlasın. Peyin qarışdım torpağa. Qalaqdakı peyni bir də dağıdaq üzünə. Görək məhsullarıq necə olacaq. Bəzi bitkilər var ki, təkcə peyindən yaxşı olmur. Kartofa nə qədər peyin versən, o qədər iri olur. Ancaq pomidordur, başqa bitkilərdir, tərəvəz bitkiləri gərək torpaqda onlara lazım olan minerallar, elementlər olar. Pomidor borç çatışmayan yerdə qoturlaşır, yaralanır, mılğıyır, tökülür arxa. Xiyarın da tağı havadan təsirlənir. Gərək havada radiasiya olmuyor, təmiz hava ola. 86-cı ildə idi. Çernobıl atom elektrik stansiyası partlayanda həmin yayda bizdə tərəvəzdə olmadı. Xiyarları əkirdik. Çiçəkləməmiş tağları, yarpaqları bomboz bozarıb, ovulub tökülürdü. Şualanma bizə də təsir eləmişdi. Bəzən havada günəş fırtınası olur. Maqnit fırtınası. Onda da bitkilərə də mənfi təsir göstərir, elə insanlara da. Görürsən ki, baş gicəllənir, beyin sıxılır. Meteo həssas insanlar çox təsirlənir həmin halda. Dedim quşlar nəğmə oxuyacaqlar, yoxa çıxdılar. Bugündən mart ayının 31-nə qədər tətildəyik. 11 gün ərzində neyəcək? Ya təsərrüfat işləri ilə məşğul olmalıyıq, geri qalan işləri irəli çəkək, ya gəzintiyə getməliyik, yoxsa günlər geçməyəcək. Yağış yağmasa torpağı şumlayıb, arxın çəkib bəzi bitkilər əkmək olar. Kartofa hələ gecdir. Mən mart ayının 10-da, 15-də çox gecələsə bayramdan sonra belirdim, arxın çəkib əkib çıxırdım ki, padvalda göyərməsin. Bir qarış şiv sürürdü kartof. Onu yolursan, nə qədər geri düşür. Kartof göz göstərdi 1 santim ya. Ondan da qısa əkmək lazımdır yerə. Öz işini görsün.
Nəmişlik hava torpağa heç nə eləyə bilmir. Başqa toxumlara əksən bəlkə çürüyür. Xiyara isti lazımdır. Onu nəm havada əkdin. Ha gözləyirsən çıxmır, sonra görürsən ki, torpaqda çürüdür. Yonca da isti lazımdır. Pomidor stilindən heç danışmaq lazım deyil. Ona da isti lazımdır. Heç indi axtarsan da stil tapanmazsan. Parnikdə olanlardan alıb gətiririk. Açıq havaya çıxan kimi saralır, boynun bükür. Elə açıq havada əkilmiş toxumun stilindən almaq lazımdır. Neçə ildir Baş Dizə kəndindən, Orxangildən alıb gətirirəm. Dururam həyətdə elə kərdidən çəkib verirlər, bir dənəsi də yaymır. Neçə dəfə bazardan almışam. Yəqin ki, həftə ilə 10 gündən bazarda qalır. Kökündə palçıqlayırlar, kök çürüyür, gətirirsən, əkirsən. 20% tutmur. Deyirlər ki, yerli toxum var. Ondan əldə eləmək lazımdır. Keçən il Sayaq Giləmin həyətində əkmişdi. Bir tağda bəlkə yalan olmasın 150 pomidor var idi. Gecə əkmişdilər. Soyuq düşmüşdü, qızarmadı. Ancaq göyünün turşusu da lap əla olur. Yadıma gəlir. 8, 10, 12 yaşlarında noyabr ayında qar yağırdı. Pomidor hələ qızarmamış olurdu. Tağın kökündən çıxadıb aparıb podvalda tirdən asırdıq. Bir orada qızartdıqca işlədirdik. Hamısı da qızarmırdı. Keçən onların pomidorları elə idi. Elə pomidorlar vardı ki, 2 dənəsi 1 kilo olurdu. İndi Krasnodar sortudur əsas. İşləyirlər. Balon üçün yaxşıdır, ancaq o qədər də dadlı pomidor deyil. Salat üçün əl vermir. Qurudur, sulu deyil. Yavaş-yavaş yerli sort toxumlar əldən çıxır. Pomidor olsun, xiyar olsun. Məkə əkirdik ki, bir dənəsi ərik dənəsi boyda olurdu. İndi əkirik, partlayır, ancaq düyüdən biraz iridir. Məhsuldarlıq da aşağıda olur. Səki də az verir. Suda qaynadıb yeyəndə heç əti olmur. Bu il əlimə düşdü o toxumdan Şərur tərəfdə çox olur. 100 dənə, 200 dənə əkəcəm toxumunda. Əlimə salıb saxlayacam. İldən ilə təzələyəcəm toxumu. Xiyarı da 15-20 ildir hibrid toxumlarını alır camaat. Süfrə üçün yaxşı olur. Şirindir, ətlidir, çox tökür. Turşusu yaxşı olmur. Boşalır, ərpiyir. Ağ sortlar vardı bizdə. Yaşıl. İndi də bir yerli sort varımızdır. Yelpənəkdir, nədir? Tühlü olur. Tikanlı olur üstü. Çox bərk olur, turşusu yaxşıdır, ancaq salat üçün o qədər də əlverişli deyil. Bəlkə öz ana dişi olanlar üçün yaxşıdır. Bizim dişlərimiz onu kəsmir. Biraz yerə peyin tökmədim ki, buranı əhməyəcək. Tut böyüyüb, qanadı gəlir, cezim aşmağa sətini çəkir. Diqqətlə baxıram ki, cəmi 1-2 qanaddır. Onların da ucun vuraram ya da ki, meyvəsi lap tökülsün, kərdiyin içində pıça çıxsın. Yeri xalq oymayaq. Orada peyin töküm. Dağılım. Haradasa 15-in 12-yə 150-200 kvadrat metr bir sahədir, bəs eləyir bizə. 5 ağ xiyar, 5 ağ pomidor, 5-6 ağ bibar, 2-3 ağ badımcan, maş, göyün yemək üçün yer maşı, keşniş, soğan, kök, tırp, qazı, məkə, kartof, bunlardan əkə bilərik.
Sağ olun hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Bugünlük də bu qədər. Qərb tərəfdən buludlar qaralıb gəlirlər bizə tərəf. Yağsa lap yaxşı olar. Mart ayı tam yağınlıq olub. Yerin 1 metrinə qədər su hopubdur. Bu da bəs eləyər, ancaq göydən nə gəldi, yer qəbul eləmədi. Nə qədər çox su, yayda o qədər bol məhsul. Salamat qal.